Salam, meditasiya praktikasına xoş gəlmisiniz. Mən klinik psixoloq Aynur Həsənzadə. Bugün birlikdə qəbullanma üzərinə dərin və şüurlu bir meditasiya edəcəyik. Bu meditasiya sizə qəbullanmaqda çətinlik çəkdiyiniz vəziyyətləri daha aydın görməyə və onlara qarşı daha fərqində bir baxış formalaşdırmağa kömək edəcək. İndi rahat bir şəkildə oturun və ya uzanın. Yavaşca gözlərinizi bağlayın və diqqətinizi nəfəsinizə yönləndirin. Heç nəyi dəyişdirməyə çalışmadan sadəcə müşahidə edin. Nəfəsiniz sakitcə bədəninizə daxil olur və bədəninizdən kənarlaşır. Hər nəfəs sizi biraz da bu ana gətirir, biraz da sakitləşdirir. İndi qəbullanmaqda çətinlik çəkdiyiniz vəziyyəti xatırlayın. Bu bəlkə keçmişdə yaşanan bir hadisə ola bilər. Bəlkə bitmiş bir münasibət və ya özünüzdə qəbul etməkdə çətinlik çəkdiyiniz bir xüsusiyyət. Bu vəziyyəti düşünərkən bəlkə də içinizdən bu cür cümlələr keçir. Bu baş verməməli idi, belə olmamalıdır. Sanki bu cür cümlələrlə reallığı inkar edir və ona müqavimət göstərirsiniz. Əslində bu müqavimət çox anlaşılan və çox normaldır. Çünki qəbullanmaq çox zaman yanlış anlaşılan bir anlayışdır. Qəbullanmaq baş verənlərlə razılaşmaq deyil. Bu, onları bəyənmək mənasına da gəlmir. Qəbullanmaq, reallığı olduğu halı ilə görməkdir. Və onunla mübarizə aparmadan, olduğu halı ilə reallıqla əlaqə qurmağı seçməkdir. Çünki müqavimət göstərmək ağrımızı azaltmır, əksinə onun müddətini uzadır və dərinləşdirir. İndi bu vəziyyətə daha fərqli bir bucaqdan baxmağa çalışaq. Qəbullana bilmədiyiniz bu halı yenidən xatırlayın. Bu vəziyyətin reallığını qəbullanmamaq bəlkə də sizi nədənsə qoruyur. İndi özünüzə sakit və şəfqətli bir sual verin. Əgər mən bu vəziyyəti tam olduğu kimi qəbul etsəm, nə ilə üzləşməkdən qorxuram? Bəlkə öz zəifliyim və gücsüzlüyümlə üzləşməkdən, bəlkə dəyərsiz hiss etməkdən, bəlkə də uğursuzluqla qarşılaşmaqdan.
bu hadisə sizin hansı daxili yaranıza toxunur ki, siz ondan qaçaraq, məntiqinizlə bu hadisəni dəfələrlə düşünərək və ya ona müqavimət göstərərək özünüzü qorumağa çalışırsınız. O duyğunu tapın və adlandırın. Çünki adlandırılan duyğu daha idarə edilə bilən bir hala gəlir. Və indi sadəcə bu duyğunu hiss etmək üçün özünüzə icazə verin. Onu dəyişdirməyə çalışmadan, onu qovmadan, sadəcə bir neçə saniyə bu duyğuyla qalmağa çalışın. Unutmayın ki, duyğular bir dəniz dalğası kimidir. Onlar gəlir, yüksəlir və keçir. Müqavimət isə o dalğanı əllərimizlə qovmağa çalışmaq kimidir. Siz müqavimət göstərdikcə enerjiniz bu mübarizədə tükənir. Bu baş verməməli idi düşüncəsi hər nə qədər haqlı səslənsə də, bu cür düşünmək baş vermiş reallığı dəyişdirmir. O sadəcə sizi üzləşməkdən qorxduğunuz bu duyğudan uzaq tutur. Və bu uzaqlaşma qısa müddətdə rahatlıq versə də, uzun müddətdə daşıdığınız bir yükə çevrilir. Və indi özünüzə xatırladın. Sizin daxilinizdə bu duyğuyla üzləşəcək qədər güc var. Bu güc indi yaranmadı. O hər zaman sizin daxilinizdə idi. Sadəcə siz uzun müddətdir mübarizəyə yönəldiyiniz üçün bu gücün varlığını unutmuşdunuz. İndi yenidən öz gücünüzü xatırlayın. Mən artıq mübarizə aparmağı yox, öz gücümü hiss etməyi seçirəm. Mən artıq reallığı olduğu halıyla qəbul eləməyi seçirəm. Və indi təsəvvür edin, sanki siz qəbullanmamaqla bu vəziyyətə qarşı tutduğunuz o müqavimət qalxanını əlinizdə saxlayırsınız. Bu qalxan sizi qoruyurdu, amma eyni zamanda sizin yükünüz idi. Və indi bu qalxanı yavaşca yerə qoyduğunuzu görün. Əlləriniz boşalır, çiyinləriniz bu yükdən azadlaşır. Bütün bədəniniz yüngülləşir. Çünki qəbul etmək artıq döyüşməməkdir.
və döyüş bitəndə enerji geri qayıdır. İndi özünüzə ikinci sualı verin. Əgər mən tamamilə bu vəziyyəti, baş verdiyini, yaşandığını, olduğu kimi qəbul etsəm, həyatım necə dəyişərdi? Bu sual beyninizi yeni imkanlara açır. Çünki qəbullanmaq bir məğlubiyyət deyil. Əksinə, o dəyişimin başlanğıcıdır. Siz artıq reallıqla mübarizə aparmağı dayandırırsınız. Və bu mübarizəyə sərf etdiyiniz enerjini özünüzə qaytarırsınız. Və düşünün, bu enerji tamamilə sizə qayıtsaydı, onu nəyə xərcləyərdiniz? Bəlkə daha sakit bir həyata, bəlkə yeni qərarlara, bəlkə də özünüzlə daha sağlam bir münasibət qurmağa. Və indi bunu təsəvvür edin. Sanki qarşınızda yeni bir qapı açılır. Bu qapı yeniliyin və müqavimətsizliyin qapısıdır. Bu, qəbullanmanın gətirdiyi yeni bir qapıdır. Bu qapının ardında daha az mübarizə var, daha çox aydınlıq və daha çox daxili sabitlik var. Bu qapı qəbullanmanın yüngüllüyü ilə açılır. Və siz tələsmədən, tam hazır olduğunuz bir anda o qapıya doğru bir addım atırsınız. Və bu qapının ardındakı yeni reallığınızı hiss edin. Bir neçə dəqiqə bu yeni hisslərlə və reallığınızla qalın. Və bu yeni düşüncə vəziyyətini yaddaşınıza yazın. Sanki beyninizdə yeni bir yol açılır və siz bu yolu ilk dəfə şüurlu bir şəkildə seçirsiniz. Bu sizin üçün bir başlanğıcdır. Və siz istədiyiniz zaman bu hisslərə yenidən qayıda bilərsiniz. İndi yavaşca diqqətinizi yenidən nəfəsinizə gətirin. Və yeni vəziyyətinizlə hazır olduğunuzda yavaşca gözlərinizi açın.